Salam, hörmətli izləyicilər. Bəli, qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, biz qeyd etmişdik ki, bizə Göyçayın Çərkəkəndən müraciət olmuşdu. Bir qrup Çərkəkən sakini, hansı kəndin aşağı hissəsində yerləşən 3 qarş, su bölüşdürücü qarşının yenilənməsi ilə əlaqədar, yəni burada qəzalı vəziyyətdə idi, yəni su axıb gedirdi, israfçılıq yaranırdı. Biz də kənd sakinlərinin müraciətini Göyçay Su Meliorasiya İdarəsinə çatdırdıq, yəni olan müraciətini. Xahiş etdik ki, bu məsələyə əlaqədar dəstək olsunlar. Doğrudan da mən həmişə bunu qeyd etmişəm ki, Göyçay rayonunda ən yüksək səviyyədə işləyən idarələrdən biri də Göyçay Su Meliorasiya İdarəsidir. Yəni idarənin rəisi Sadiq müəllim. Çox sağ olsun, müraciətimizi qəbul etdi və tez bir zamanda məsələ öz həllini tapdı. Biz bugün gəldik Göyçayın Çərəkə kəndinə, görülən işi sizə təqdim edirik. Bəli, artıq gördüyünüz kimi burada, bax bu su bölüşdürücü qurğu quraşdırılır. Çox gözəl. Yəni bax burada su 3 yerə bölünür. Kənd arasında olan təsərrüfatlara su bölüşdürülür və paylaşılır. Yəni bura əvvəl uçulmuşdu, qəzalı vəziyyəti idi. Ona görə su israfçılıq yaramışdı suyun üzərində. Yəni suyu bölüşdürə bilmirdilər insanlar təsərrüfatlarını sulamaq üçün. Bugün isə artıq məsələ öz həllini tapdı və burada artıq işlər bugün həyata keçirilir. Biz də gəldik bura çəkiliş etməyə, çünki müraciətin nəticəsi olduqda biz onu çəkib təqdim edirik və öz təşəkkürümüzü bildiririk. Doğrudan da bugün mən bildirim ki, Göyçay Su Meliorasiya İdarəsinin işi çox yüksək səviyyədə qurulubdur və vətəndaşların etdiyi müraciətlər yerindəcə qəbul olunur və burada da bax bu işlər yüksək səviyyədə həyata keçirilir. Ona görə mən birliyimizin sədri Təyyar müəllim adından, birliyimizin bütün üzvləri adından çox hörmətli Göyçay Su Meliorasiya İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Sadiq müəllimə və orada çalışan bütün işçilərə, fəhlə işçilərinə, hər birinə çox sağ olsunlar ki, bax burada əziyyət çəkirlər, bu isti havada işləyirlər. Bu təqdirə layiq bir işdir. Biz də gəldik, çəkdik və bu paylaşımı edirik ki, qoy bütün orqanlar görsünlər, başqa yerlərdə də bax belə məmurlar görsünlər ki, bax belə işlər xalqın belə deyək, sevgisini qazanır. Və bu gün də bu işlər yüksək səviyyədə həyata keçdiyinə görə Çərəkə kənd sakinləri də öz minnətdarlığını bildirir Su Meliorasiya İdarəsinin rəhbərliyinə və mən buradan da birinci də Göyçay rayonu icra hakimiyyətinin başçısı Orxan müəllimə təşəkkürünü bildirirəm. Göyçayın icra başçısı Orxan müəllim də doğrudan da Göyçay rayonuna gəldiyi gündən də öz göstərişlərini verir, rayon təşkilatları öz işini görür. Bu da Cənab Prezidentimizin göstərişlərinin yerinə yetirilməsi deməkdir. Bir daha hörmətli Göyçay Su Meliorasiyasının rəhbərliyi sizə minnətdarıq. Çox sağ olun ki, bizim etdiyimiz müraciətlər hamısı öz həllini tapır. Bəli, bugün də Çərəkə kəndində işlər görülür öz qaydasında. Çox sağ olsunlar. Minnətdarımızı bildirik bir daha. Eşq olsun xalqına, dövlətinə, prezidentinə xidmət edən məmurlara.